продали ваши билеты и... Bakıda Ata Travel Turizm Agentliyinin təşkilatçılığı ilə Travel X layihəsi keçirilib. Nepaldan Papuaya adlanan tədbirdə tanınmış səyahətçilər Cənubi və Cənub-Şərqi Asiyada başlarına gəlmiş hadisələri bölüşüblər. Tədbirin spikerləri arasında Everesti, Şimal qütbünü fəth edən və Seven Summits'i tamamlayan ilk Azərbaycanlı İsrafil Aşurlu, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, Butik Travel Magazin jurnalının baş redaktoru, Cənub-Şərqi Asiyanın bir neçə ölkəsində başına maraqlı hadisələr gəlmiş jurnalist Viacheslav Sapunov olub. Travel X layihəsinin əsas məqsədi aktiv turizmin tanıtımı və dünyanın istənilən nöqtəsində maraqlı səfərlərin təşkil olunmasının stimullaşdırılmasıdır. Travel X layihəsi Azərbaycanda səyahətçilər cəmiyyətinin formalaşdırmasıdır. Biz bu tədbiri həyata keçirərək məşhur Azərbaycan səyahətçilərini bir ara toplayaraq geniş auditoriya qarşısında onların təcrübələrini və səyahət fikirlərini öyrənməkdir. Belə qonaqlardan biri dünyanın 7 ən hündür zirvələrini fəth etmiş və həmçinin Everesti fəth etmiş ilk Azərbaycanlı İsrafil Aşurludur. O bizim bu tədbirdə iştirak edərək Everesti fəth edən zaman başına gəldiyi hadisələrdən və bu prosesi auditoriya qarşısında çıxış etmişdir. Qeyd edək ki, Travel X aktiv səyahəti sevənlərə yaşadıkları maraqlı hadisələri, macəraları auditoriya qarşısında təqdim etməyə, bölüşməyə imkan yaradan səyahət platformasıdır. Travel X tədbirlərinin Azərbaycanda hər 2-3 aydan bir keçirilməsi planlaşdırılır. Kübra Bayramova, Zakir Rəhimli, Orxan İlxanlı, Səs TV. И пусть простит меня Баба, еще